ID ilə güvənli bir şəkildə elmas vurdurmaq istəyənləriniz üçün ekrana qoyduğum şəkil vasitəsilə nömrə və yaxud Instagram hesabı ilə əlaqəyə keçə bilərsiniz. Hər kəs salam, mən Shadow. Bu gün sizlərlə birlikdə mükəmməl bir video ilə qarşınızdayım. İnşallah videoyu keçməzdən əvvəl onu bildirim ki, buradan hər birinizin Novruz bayramını təbrik eləyirəm. İnşallah belə gözəl bayramlara gedəsiniz, normalını sevdiklərinizlə, dostlarınızla, ailəvinizlə birlikdə gözəl bayramlar keçirəsiniz. İnşallah bugünkü videomuz nədir? Kasa fulləmə deyə bir video çəkəcəyik. Görürsünüz burada M24-ümüzün 44 demək 94-dür. Yəni 6 dəfə basa bilsək bunu alırıq. Amma bizdə fiş yoxdur, 1000 qəpik var. Yəni elə eləməliyik bu videoda bu M24-ü almalıyıq. Yəni bacardığımız qədər hesabımıza, çünki artıq gücləndirməliyik. Çünki keçən səfərdən bilmirəm keçən videoda demişdim mi, dostumun qazına gəlmişəm da, dostumun tırkasına. Birinci burada görürsünüz 30 dənəyə bir dənə fiş verir. Bundan bizə 5 dənə deyəsən lazımdır ki, bir dənə də 1000 qəpiyim var, tamamlayım alım. Sonra buradan bir dənə ilk növbədə keçib uşaqlar bir dənə paltar alacaq. Çünki o paltardan bizə fiş verə bilər. Hansı yaxşıdır? Elə birinci pis deyil. Elə birinci alacağım. Birinci ondan yaxşıdır. Bunu al. Bir dənə aç. Allah fiş vermədi, getdi ən pis şey var idi, getdi onu verdi. Hər nəysə nağaraq uşaqlar baxaq o bir dəqiqə başqa nə ilə salmaq yox, buradan çıxaq. Hər nəysə keçək bir dənə şalçı otomatına. İnşallah videoyu bəyənərsiniz, like atıb abunə olmağı unutmayın. Belə videoların davam gəlməsi üçün bildirimlər zilini açsanız mən video atdıqda xəbərdar ola bilərsiniz. Uşaqlar görürsünüz burada məndə bunlar mövcuddur, bir çoxu. Bunlardan basıb fiş yığmaq çalışacağıq uşaqlar. 10-10 basırıq. Bunu like atanların sağlığına basırıq. Görək nə çıxacaq. Oy, öpürəm uşaqlar. Like atanların sağlığına elə bir dənə yenə tək atdım qiyafətə. Zor oldu. Uşaqlar elə partiyi tamamladıq deyəsən. Görək neçə dənə parça hardaydı, bir dəqiqə bura gir. Buradan açaq bunu. 34 verdi, az verdi. Neçə parça oldu? 91 qəşəng. Biraz da üstünü tamamlayacağam. Çünki nə yəni neçə lazım olur onda? 150 mi ehtiyac olur? 150-yə dəsən ehtiyac olur. Bundan 3 dənə alacağım. 1000 qəpiyim də var. Olur 4 dənə. Qalır 2 dənəmiz. Onu da görək necə tamamlayırıq. Qalan 10'luları da basacaq. Görək nə çıxır. Bunda abunə olanların sağlığına bastım. Görək abunə olanlar nə qədər abunə olanımız var. Uşaqlar abunə olmuşsa həqiqətən. İzləyir abunə olmuşsa. Əsas ancaq sanırız sağ olsun. Əsas izləyirsiniz. Əsas sevib izləyənlər var. Onları öpürəm. Amma o biçilən bizniklər var. Oy böyle. Onları hər neysə. Başım bırax. Hər neysə görüb bir dənə nə çıxır uşaqlar vermir. Günlük şeylər verir. Allah. 3 dənə en azından bu kutudan bir 3 dənəsə də aldıq uşaqlar. Azdı olmağına mana inəyək. Uşaqlar o bir kanalımıza da arada bir videolar gələcək. Düzdür, çox aktiv eləyənmirəm. Çünki həm bayramda biraz gəzirəm, dolaşıram. Həm də vaxtım olmur. Təkilləri basırıq. Təkildə də bizdə bil çıxmır. Hamısı günlükdür. Ver dana bir dana normalda bir şey ver. Bir parçası da lağ. Vermədi uşaqlar heç nə. 50 dənə elədim bunda şansını. Görürsünüz 2-cə dənə çatmayacaq da onu alandan sonra. Onu nə eləyəcək? Uşaqlara gedib bir tur yalnız 40 girəcəyik. Çünki görək bu qəpiklə ən azından qəpiyi tamamlamağa çalışacağıq. 2000'ə tamamlasaq bəlkə daha rahat olar da. Buradan klan jetonunda nə var? Alafiş var. Bundan 4 dənə al. 4 dənə də basarıq, bəlkə bir şey çıxır. Bunu da al. Bunlardan da al. Beşə şeydir. Bunlar vermədi. Satın alma limiti deyir. Yoxdur daha başqa bir şey. Buradan çıx. İnşallah 4 dənə bağlı. Bunları da tez basaq bir dənə. Bilsək bunu bayaqdan alıb onunu basardım. Vermədi. Sən canlarmanlı parça ver. Vermədi. Bir dənə vermədi. Vermədi. Çox qəşəng. Yenə heç nə vermədi. Yenə parçamız satmadı. Uşaqlar indi nə eləyək? Burada bir qız paketim var imiş. Mövcud. Bunu da açdım. 40 dənə də buradan əla. 134. Neçə dənə eləyib? 4 dənə ala biləcəm deyəsən. 4 dənə alımızı alaq. Oldu 5 dənə. Uşaqlar indi nə məntiqlə basacağam? Bunları ona məntiqlə basacağam ki, ola bilər ki, özü bundan da parça alam. Bəlkə olan bir silahımı falan verir. Orada olanlardan bəlkə bir şey verir, parça falan yığma ehtimalı var. Amma ilk növbədə bir dənə yalnız 40 girək. Çünki qəpiyimizi tamamlamağa çalışacağıq. Tamamlayamasam onu dediyim ki basacağam. Ola bilər ki, silah falan karakter yaxşı yox. Biləcək gedək. Görək qarşımıza nə tipdə rəqib düşür. Oyunumuzu bir dənə oynayıb bu günə də bu videonu editləsəm, normalda bir şey yandırsam
Bəlkə bilmirəm, ola bilər oyun qismində bəlkə oba, yırtı falan. Bilmədim indi Azərbaycanlı yoxsa özbək falandı deyənmərəm. Bəlkə rusdur. Old Friends klanladı, çünki köhnə dostlar klanladı, bilmirəm. Raşda bir dənə direkt Deagle 2-3 gündür normal oyuna. Oy bu nə ağardı. Satan kimi bir dənə vurdu. 2-3 gündür normal oyuna girmirəm. Video atana girmişəm da elə son vaxtlar. Ondan başqa yəni girmirəm, elə uşaqlarla falan gəzirəm arada. Hər nəysə. Boş vaxtım daha çox gəzməyə falan sərf edirəm də. Hər nəysə uşaqlar, videonu bir daha keçmədən axıra qədər izləsəz yaxşı olar. Gedişinlə məşğul ol. Buna baxırıq sən canın. 2 səfərdə hava atır gəlir Deagle-la kafa tutur. Raporla getsin sən. Belə şey olar. Nədir bax bunlar indi Regedit işlədir, panel işlədir, nağar, UMP indi UMP-də yoxlayaq görək UMP necə oynayır. Deagle-la yaxşı UMP-də zəif olma ehtimalı var. Ona görə UMP-ni seçdim. Pompalı seçdən çox ki məncə bizi xışlayacaqdı. Ona görə Allah takılma var oyunda. Görək bir dənə nə edə bilirik rəqibə. Burada deyil üstdən raşlayaq. Buralardan çıxarıyıb biraz mışımda oynayır. Görürüm sən bir. Hardadır? Aha arxamdan vurdu qəşəng. Dur görüm orada. Ama bir dənə 47 qəşəng, bir dənə kafa vurdum. Qalanını vuramadım. Kardiyan pis yerə atdı. Vur. Allah öldü ana. Bu impin də hesab etdiyi çox zəifdir. Atış hızlı ki deyilə full yeləkdəncə tarixsən. Əsas oyunu qazanmamızdır. Çünki qızıl axtarıq. Bu dəqiqə qızıla ehtiyacımız var. Çünki o 24-ü almaq istəyirəm, kasamda dursun. Kasamı yüksəltmək istəyirəm. Kasa deyirəm, yəni silah qutuları, silahlar falan kasacağım. Uy qəşəng. Sanı yox deyil onun. Bomba da atmaq istəmirəm rəqibə. Allah çıx dana 2 saatda burada oynadıq. Hanı bu? Yox deyil rəqib. Aha, hara giribdi rəqib. Ayda rəqib bitirdim. Nətər oynanımsa rəqib bitdi. Amına bax. Gör ölür mü sən canın oyunu? Buzun içindən keçdi. Adamın nervidən çıxardı dana bu buzun içindən keçəndə rəqib. Mən buz atıram, buzun içindən keçir. Elə şey olur sən canın. Ben inirdim mən onda buz atmaq. Görək nə seçir? Pompal falan. Əla ürəyini oxuram rəqibim. Pompal seçdi. Hər neysə. Makon da seçib uşaqlar. Tarıma yenə seçib. Mən xoşlayıram yəni həm tarama həm təkcüllə silahı yan-yana oynayanda bir dənə ona dürbün açıq. Qəşəng. Həm yaxçı yelək vurdum, yaxçı da bir dənə kafa tutuzdurdum 32. Görək 3-1 aparır rəqib hələ. Amma comeback atmağa çalışacağıq, görək bir şey eləyə bildik. Udursam da paylaşacağam bu videonu. Heç qayıdıb yəni tasıb ki bir roundda girdim, yalnız kurtuldum da paylaşa bilərəm udursam da. Qəşəng. Vur. Allah ölmür, heç sırtığa bax. Qəşəng. Taradım çünki narahat idim. Rəqibin ölmə fikri var, yox deyil. Həm makondan taradım, həm kafa atdım. Həm pompalı ilə 2 dənə minə vurdum. Valla ölmür. Mən olsam ancaq birinci pompalıda ölmüşdüm 100%. Can dolduran karakterimdə yox deyə bir dənə vur. Allah nəfs. Ay ilişdim. Ölmüşdüm. 11 canla qaçdım. Bas rəqib raşlayır uşaqlar. Bura bir dənə buz. Bir dənə buna pompalı gireyim. Şey can azdı. 10 da can azdı. Mənim 9-da canım var uşaqlar. Qaç bir dənə. En azından biraz ürəyim rahatladı. Yəni bəlkə alma ehtimalım var. Bəlkə də o da alamama ehtimalım da çoxdur. Çünki baxmadan indi rəqibin canı məndən də çoxdur. Və onun canı fulldür. Ay bu pompalı niyə belə zay silahdır? Bu ikili pompalıdan zəhləm gedir daha demək olar. Bu ikili pompalı kafasına vurursan bax görürsən başının işarəti qırmızı yanır ekranda. Deyir ki vur başına dəyəcək. Vurursan güllə gedir yanından keçir. Ona görə xoşlamıram. İndi bu bir dənə də MP5 tarama pompalı. Bax belə də gedəcəm indi. MP5-ə baxarsınız. İndi MP5 görünür o silahdır. Yəni bombadan zaddan da atacağam uşaqlar, hələ yox amma. Bu dəqiqə atsam düşməyəcəm amma yəni normal yerdə tutsam vuracam. Hardadır? Bir dənə vur. Bir dənə də ölmür. Bir dənə raşlayacağam ona tez. Sürət. Çox qəşəng. Bir dənə də 108 vurdum, öldürdüm. 4-3. Comeback atma ehtimalım var, amma uduzma ehtimalım da var. Uşaqlar, mənim rəqibim deyirəm, mənim hasarım rəqibdən də çoxdur. Amma lap yaxşı da. Rəqib 3-4 olmağına baxmayaraq mənim hasarım daha çoxdur. Afrika deyəsən o yerində gedim tez bir dənə vurum. Öl.
Allah ölmür, o kadar kafa vurursan ölmür. İnternetim də belə görsəndiyinə baxmayın, internetim o kadar güclü deyil. Mən bunu YouTube'a video atanda fikir verirəm də, çox gec gedir YouTube'a video. Amma məsələn, normalda necə deyim, axşamları istifadə etdiyim internetlə səhərləri istifadə etdiyim internet bir olmur. Axşamları mənim internetim dən güclü olur ki, YouTube'a video 3 dəqiqə gedir mənim, 16-17 dəqiqəlik videolarım 3 dəqiqə, 4 dəqiqə gedir. Amma onu bu indi səhərləri olan internetin atanda, yəni aşağısı bir nə bilim 2 saata yaxına gedir. At bunu da, çünki 4 artıq bir dənə pompala. Rəqib başladı. Vur ölmür. Qəşəng. Burada buz atmasam taxtalı köy boylayacaqdım. Sis də yoxdur. Uşaqlar raşlayacam, məcburam. Rəqib raşlamaq istəmir. Hardadır? Oy belə. Öl. Oy qəşəng. Taradım, öldürdüm rəqib yaxsa. Uşaqlar navarım alınmayacaqdı yoxsa 5-4 inanmıram bundan sonra bir dənə yalnız keçirməyə görək neçə qızıl verir. Çünki gərək mən onda bir 6-7 oyun oynayam ki, çox güman ki, bu görün. Neçə qızıl? 97 qızıl verdi ya. Çox az uşaqlar, mən onda 5 round falan ən az oynamalıyam. Ən azı deyəndə, yəni 5 round, 4 round. 4 round falan oynayıb udmalıyam. Mal mistikdən 3 dənə çıxdı, heç olmaz. 3 dənə, yəni şey yüksəldəcəm onsuz. Neydi olmaz, yadımdan çıxdı. Nədə oxşam ondan yüksəldəcəm. 10 elmasa 3 dənə zordur da. Kəşkə bir 10 dənə çıxardaydım. İndi yüksəltmək də olmur. Oba, o neydi la? Çox zordur ya 3 səviyyəsi. Bunu 3 səviyyə eləyəcəm nə vaxtsa, amma hələ ki yox, qalsın. Yükləmək üçün idi. Burada bu nədir? Allah tutdum şalvarı kuşandım, onu çıxart oradan. Pis bu. Ağ şalvar hanı? Orada olmaz ya, hardadır? Bu kuşan. Gir görək nə verir, indi nəyimiz çatmır. Hardaydı? Uşaqlar. 4, 5, uşaqlar bir dənə çatmır ya, bəxtə basıram uşaqlar. Baxdıca basıram abunə olanlara. Bir dənə verir, bir dənə parça verir, çox zəifdir. Bir dənə ilə mən yığanmaram. Qəşəng 3 dənə həvəslənirəm, ala bilərəm, ehtimalım var. Bircə dənə fiş alsam vermədi, bu yoxdur deyə. 5 dənə super, bir dənə də belə tava olsa, bircə dənə də tava çıxartsam zor olar. 1000 qəpiyimizdə bastıq, uşaqlar can verir də, hesab elə bil ki. Qəşəng 3 dənə, deyəsən bir dənə çatmır, bir dənə çatmır, bir dənə çıx. Ya bir dənə ya 4 dənə çatmır. Hardaydı fiş? 4 dənə çatmır. Şimdi neyniyək, uşaqları alanmırıq. Neyniyək, başqa görə burada hansı parçadansa o var. Alamına baxı 2 dənə veririk. Bizə də bundan 2 dənə yoxdur ki alaq. Burada da başqa bir şey yoxdur. Burada da bir şey yoxdur elə. Neyniyək uşaqlar, bir dənə buradan baxaq, nə qara bilərik. Bu nə fişirdir, bundan bir dənə yoxlayaq. Bu nədir ola? Burada bir dənə silah falan var mı? Allah, bu silah qutusunu ala bilirəm. Yox, alsam bəlkə bir 3-4 dənə do versəydi yaxşı olar da, mövcuddur çünki. 4-cü parçam yoxdur ki, oradan da alım. İnşallah neyin yeyib bir dənə. Başqa bir açılası kutu falan var mı? Bunların da heç bir mövcud deyil, çıxmayacaq %100%, yəni ancaq 24 saatdır. Allah, buna baxayım, bundansa da açım uşaqlar. Ən azından buradansa da parça yığın. Buradan sonra bacardığımız qədər parça yığaq. Bunların da yaxında açılışı gələcək. Yaxında dediyim, biraz gözləm yığılsın. Az açacaq uşaqlar bunlardan bir dənə. Çünki tam fulləyib, ondan sonra da parça yığmalı var. Çox zəif verir, çox zəif. Ver görək neçə versən. Qəşəng 7 dənə 25 dənə. 4 dənə də aç. Allah, 3 dənə çatmır. 4 dənə də aç. Yox, kalıcı. Bir dənə al. Bir dənə də silah buradan qabağa düş. İndi biraz alsaq görək nə verir. Bu nədir la? Silah neynirəm onu? Onu açmayacağım uşaqlar, onu başım bura. Neyniyək? Başqa hardan neyniyə biləyik? 2000 qəpik verir bu. Bunu götür. Bəxtə bax ya. Gör bunu açmayıb saxlamışam.
2000 qəpik verən şey var. İndi keçəcəm uşaqlar, bununla da bir dənə euro M24 alacağım. Bextə bax həqiqi. Nə var? Bir dənə vasal M24-ü də. Всё, M24'ümüzü də aldıq, oldu süper. Düzdür, işlədəcəyim rəng deyil, amma silah kasasında dursa zordur. Hesabımızı gücləndiririk, görək haradadır aldığımız silahlar. Bir dənə FAMAS, təbii ki mənim FAMASım daha güclüdür. Bir dənə də haradadır bu M24. Bununla 5 dənə oldu qalıcı. Bunun düzdür, məndəki daha yaxşıdır, zırtəlməkidir. Ondan bunu kuşanacağım. Bir dənə baxın görüm neçə dəqiqə olub video. Qruplara da yazıblar. Neçə dəqiqədir? 15 dəqiqə keçib. Hər nəsə uşaqlar, yavaş-yavaş videonu bağlayaq. Bu videodan bu qədər idi. Bir sonraki videoda görüşmək üzrə. Özünüzə yaxşı baxın. Bayramınız mübarək. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.